99-24-cü illər, 25-in bəzi məlumatları tam yoxdur statistikada, ona görə 99-24-cü illər götürmüşəm. Əkin sahələrimiz 2 dəfəyə qədər artıbdır. 832 min demək hektardan 1,6 demək milyon hektara çatıbdır. Dənli və dənli paxlalı bitkilər, yəni bu sırada, yəni adlanmada statistikada belə gedir. Demək 1.098.000 99-cu ildə istehsal edilmişik ton. 1.098.000 ton. 24-cü ildə bunu 3,3 milyon tona qaldırmışıq. Təxminən 3 dəfə artırmışıq. Baxın, əkin sahələri 2 dəfə artıb, dənli bitkilərin istehsalı 3 dəfə artıb, ət istehsalımız 2,6 dəfə artıb. Bu illər ərzində əhalimiz 28% artıb. Məlumat üçün deyəm, 28% artıb. İndi baxaq idxalımıza. Maraqlı mənzərə idxalımız var. Dənli bitkilərin idxalı 5,2 dəfə artıbdır həmən illər ərzində. Deməli, 74 milyon 391 min 99-cu ildə olubdur. 24-cü ildə bu olubdur 387 milyon 957 dollarla da, Amerika dolları ilə. Demək, 5,2 dəfə dənli bitkilərdir. Diri heyvanların idxalı 99-cu ildə cəmsi 502 min dollarlıq ABŞ dolları ilə. İdxal eləmişik. Bəli, idxal eləmişik. 2024-cü ildə bu rəqəm olubdur 88 milyon 450 min. 88 milyon 176 dəfə artıbdır. Yəni, bu rəqəmlərin özü mütəxəssislər üçün mənzərəni çəkir. Bax, bu nə deməkdir? Biz ət istehsalını bu qədər artırmışıq, dənli bitkilərin istehsalını bu qədər artırmışıq, əkin sahələrimizi bu qədər artırır. Ya, bu bahalıq nədir? Bəs onda nədən özümüzü təmin edə bilir? Nədən 55% ilişib qalmışıq?